Azərbaycanın cizgi filmlərindən hansını xoşlayırsınız sualına xüsusən gənc nəslin verəcəyi cavab elə də çox deyil. Bu filmlərin azlığı uşaqların təhsilinə də mənfi təsirlərini göstərir. Belə ki, son illər uşaqlar arasında türk və ingilis dilli cizgi filmlərinə maraq xeyli artıb. Nəticədə isə məktəbəqədər və ibtidai sinif yaşında olan azyaşlılar bəzi sözləri ana dilində deyil, daha çox xarici dillərdə ifadə edir. Bu isə onların lüğət ehtiyatına birbaşa təsir göstərir. Psixoloq İlahi Aslanova bildirir ki, 0-6 yaş aralığı uşaqların nitq inkişafının ən həssas və sürətli dövrüdür. Bu mərhələdə uşaqların söz bazası düzgün və aktiv şəkildə formalaşmalıdır. Xarici dillərdə olan cizgi filmlərin çoxluğu və ana dilində uyğun məzmunun azlığı isə nitq gecikməsinə belə səbəb ola bilər. Fikirlərini ifadə etmədə, anlama qavramada, oxu-yazı bacarıqlarında da gecikmələr görə bilirik. Eyni zamanda bu onların diqqətlərinə də, öyrənmə potensiallarına da çox ciddi şəkildə təsir göstərir. Bir uşaq təbii ki, xarici dil bacarığını formalaşdıra bilər, yeni bir dil öyrənə bilər. Bunu o halda etməlidir ki, ana dili tam şəkildə, səlis şəkildə ifadə etmə bacarığı var ana dilini. Bəzi şeyləri izah eləmək istəyir, lakin aktiv şəkildə onu ifadə edə bilmədiyi üçün bəzi nitqdə fikrini ifadə eləməkdə çətinliklər yaranır, nitqdə ləngimə, pauzalar yaranır, düşüncəsində eyni zamanda duruxsamalar yarandığı üçün bariz şəkildə bu kənardan hiss olunur. Mütəxəssislər qeyd edirlər ki, uşağı ana dilindən çəkindirmək düzgün deyil. Ana dilini ya gündəlik söhbətlərlə, ya da kitablar vasitəsilə bərpa etmək olar. İlham Əkələyeva, Davud İbrahimov, Xəbər Ertəsi.